Deməli bu günlərdə diqqətimi bir şey çəkdi. İndi o 5 gün azarkeşdə deyim. Qazaxıstan çempionatı başlayıb. Hansı ki biz deyirik ki Azərbaycanda yəni havalar yaxşı keçir, futbol üçün əlverişlidir. Yəni o Premyer Liqada olan stadionlar bir-ikisini bəlkə çıxmaq şərti ilə digərlərinin komfortda, yəni normal komfortda stadionlarımız var falan peşməşam. Bax, Qazaxıstanda çempionat başlayıb. Siz təsəvvür edin, mən oturub 10 oyun, 8 oyun, neçə oyun vardı yadımda deyil. Oturub bir-bir bu oyunlardakı azarkeş şeyinə baxdım, elə bir ki azarkeşlərin marağına da. Təsəvvür elə, bəlkə də minus 15-də, nə bilim, 10-da keçirilən oyunlarda stadionlar anşlaqdan, yəni durmaq olmur da, yəni stadion ağzına kimi doludur. Yəni bu Qazaxıstan çempionatıdır və nə cür, nə soyuqda keçirilir də çempionat. Mənə çox maraqlıdır. Çempionlar Liqasının ilk 24-ünə komanda çıxartmışıq. Bu çempionatdır da, yəni reallığımız budur da. Amma ölkə çempionatına 150 nəfər adam gəlir. Bu nətər olan şeydir. Valla, hərdən birdən insan fikirləşir. Yəni, bu əgər futbol sevgisidirsə, fərqi yoxdur. Qarabağ olur, Neftçi olur, digər komandalarımız olsun. Yəni, bu necə sevgidir? Rayonda da adam gəlmir, oyuna.